Azərbaycan Milli Elmlər Akademiyasının Riyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə AMIA-nın həqiqi üzvü Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının 300 illik yubileyi medalı təqdim olunub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan-Rusiya elmi əlaqələri tarixi ənənələrə malikdir və bu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış müqavilələrlə dəstəklənir. Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə akademiyalarımız arasında əməkdaşlıq daha da genişlənib, birgə elmi layihələr həyata keçirilib, Rusiya Elmlər Akademiyası ilə yol xəritəsi imzalanıb. İclasda çıxış edən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin AMIA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub. Müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib. O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Sonra AMIA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev çıxış edərək kimya sahəsində Azərbaycan-Rusiya elmi əlaqələrini faydalı hesab etdiyini diqqətə çatdırıb. Sonra çıxış edən akademik Abel Məhərrəmov təltif edilməsi münasibətilə Rusiya Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də bugünkü tədbirə görə AMIA prezidentinə minnətdarlığını bildirib. Daha sonra iclasda elmi təşkilati məsələlər müzakirə olunub. Müzakirə çıxarılan ilk məsələ Azərbaycan Respublikası prezidentinin Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında 4 aprel 2025-ci il tarixli sərəncamının icrası ilə əlaqədar AMIA-nın tədbirlər planının təsdiq edilməsi haqqında olub. Sərəncamın icrasını təmin etmək məqsədi ilə AMIA-nın Riyasət Heyəti tərəfindən 14 aprel 2025-ci il tarixli iclasda müvafiq qərar qəbul olunub. Qeyd olunanları nəzərə alaraq Seyid Əzim Şirvaninin 190 illiyi ilə əlaqədar AMIA-nın tədbirlər planı təsdiqlənib. Daha sonra akademik İsa Həbibbəyli Qırğızistan Respublikasına səfərinin nəticələri haqqında məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, 16-19 aprel tarixlərində Qırğızistan Respublikasında səfərdə olub, bir sıra görüşləri keçirib, müqavilələr imzalanıb. Sonra iclasda Türkiyənin Afyon Kocatepe Universitetinin professoru Məmməd Şirzadın rəsm əsərlərini təmənnasız olaraq AMIA-ya hədiyyə etməsi haqqında məsələyə baxılıb. Akademik İsa Həbibbəyli bildirib ki, professor Məmməd Şirzad müraciət edərək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə bir sıra əsərlərini Azərbaycan Milli Elmlər Akademiyasına bağışlayıb. İclasda müzakirə edilən növbəti məsələ AMIA-nın Arxeologiya və Antropologiya İnstitutunda İngilis dilində Azərbaycan Arxeologiyası və Antropologiyası jurnalının təsis edilməsi haqqında olub. Jurnalda işğaldan azad olunmuş tarixi torpaqlarımızda müxtəlif arxeoloji tədqiqatlar, dünya arxeologiya elmində baş verən yeniliklər, eləcə də arxeologiya ilə yanaşı numizmatika, antropologiya və epiqrafika elmlərinə dair məqalələrin və araşdırmaların yer alması da nəzərdə tutulur. Qeyd olunanları nəzərə alaraq sözgedən jurnalın təsis olunması haqqında qərar verilib və redaksiya heyətinin tərkibi təsdiqlənib. İclasda həmçinin akademik Mustafa Topçubaşovun 130, akademik İradə Hüseynovanın 60, akademik Muxtar İmanovun 80, akademik Ziyad Səmədzadənin 85, AMIA-nın müxbir üzvü Vəli Baxşəliyevin 70 və AMIA-nın müxbir üzvü Şahbaz Muradovun 85 illik yubileyi haqqında qərarlar qəbul edilib. Sonda çıxış edən akademik İsa Həbibbəyli AMIA-nın 80 il yubileyi çərçivəsində hazırlanan bir sıra nəşrlərlə bağlı tapşırıqlarını verib. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.